Ankara'dan regionu silkələyen açıklama geldi. Xarici İşlər Naziri Hakan Fidanın açıklamasına göre Türkiye, Saudi Arabistan ve Pakistanla hərbi əməkdaşlıq üzrə aktiv danışıqlar aparır. Hələ ki rəsmi sənədlər imzalanmasa da Pakistan üç tərəfli müdafiə sazişinin layihəsinin hazır olduğunu açıqlayıb. Bu ittifaq reallaşarsa Yaxın Şərqdə və Cənubi Asiyada təhlükəsizlik balansı kökündən dəyişə bilər. Azərbaycan isə enerji xəritəsini yenidən çizir. Azərbaycanın qazı Avropanın mərkəzinə, Almaniya və Avstriyaya çatdı. SOCAR yanvar ayından etibarən bu iki ölkəyə qaz tədarükünə başladığını elan etdi. İtaliya üzərindən həyata keçirilən bu ixracla Azərbaycan qazını alan ölkələrin sayısı 16-ya yüksəlib. Bu addım bir daha ölkəmizin Avropa enerji təhlükəsizliyindəki strateji rolunu daha da möhkəmləndirir. Texnologiya dünyasında isə qonşu Qazaxstandan maraqlı xəbər var. Qazaxstanda suni intellektli imam dövrü başlayır. Qazaxstan müftiliyi 2026-cı ildə İmam AI tətbiqini istifadəyə verəcək. Bu tətbiq dini suallara əsaslı mənbələrlə cavab verəcək. Qazaxstanın ali müfti bildirib ki, tətbiqin əsas məqsədlərindən birisi vətəndaşların suallarını operativ şəkildə cavablandırmaq, həmçinin din xadimlərinin yüklərini biraz da azaltmaq.